Rafael Ağayev təqdimata ehtiyacı yoxdur və bugünkü Azərsportun qonağıdır. Rafael, son dünya çempionatına baxdın və sənin fikirləri bilmək bizim üçün maraqlı olardı. Əvvəla sizi salamlayıram və son dünya çempionatı karate üzrə onun haqqında fikirlərim. Bildiyiniz kimi özüm hələ ki tatamidən artıq demək olar ki 4 ildir uzaqlaşmışam. Və keyf idman növləri yarışlarından söhbət gedir. Və bu dünya çempionatına gəlsək, düzdür, yarışı tam olaraq hamını izləmədim. Amma mənə olan maraqlı döyüşləri izlədim və öz idmançılarımıza gəldikdə həmişə olduğu kimi çətin mübarizə oldu. Şanslarımız da var idi. Asiman Qurbanlının şansı çox gözəl idi. Yarım finala qədər irəlilədi və yarım finalda 3-3 və Senşo xalı ilə, yəni birinci xalı İtalyan idmançısı aldığına görə 3-3 oldu və qələbə İtalyan idmançısının oldu. Mən düşünürəm ki, hələ Asimanın birinci döyüşündə çox çətin döyüş olmuşdu. Yerli idmançı ilə görüşmüşdü. Səhv eləmirəmsə 8-7 hesabı ilə qalib gəlmişdi. Və yaxşı başladı və yaxşı da davam elədi. Baxmayaraq ki, travmaları, zədələri və o qədər də məşq eləməmişdi. O qısa müddətdə məşq elədiyinə görə sözsüz ki, o öz sözünü deyirdi və rahatçılıqla gəlib yarım finala çıxmışdı və mən deyərdim ki, Asiman Qurbanlının düzdür, həyatda hər bir şey ola bilər, amma idman karyerasında bir daha dünya çempionatında belə şansı olmayacaqdı. Şansı var idi, finala çıxsaydı, finalda da İranlı idmançısına qalib gələ bilərdi. Amma təəssüflər olsun ki, Asiman Qurbanlı 5-ci oldu və müsbət fikirdəyəm onun öz yəni ki, yarış döyüşdüyünə görə və ona uğurlar arzu edirəm. Əgər idmanda qalacaqsa, tatamidə ona uğurlar arzu edirəm. Qalmayacaqsa, sözsüz ki, Asiman qardaşın da öz tələbələri və müəllimlik karyerası var və olmaq istəyir və gələcəkdə ona uzun ömür, can sağlığı arzu edir. Gəldikdə İrina Zarevskaya. İrina Zarevskaya bildiyiniz kimi yeni ana olub və yeni ana olduqdan sonra yavaş-yavaş yarışlara qoşulub və formaya düşmək bir qədər çətindir. Və ona baxmayaraq, o da yeganə idmançısıdır ki, dünyada qızlar arasında 3 qat dünya çempiondur. Baxmayaraq ki, Ukraynalı idmançı olsa da Azərbaycanı təmsil eləyir və o da 3-cü oldu. Onun da şansları böyükdür. O da yenə eyni qaydada Udoda məğlub oldu və sözüncü çempionluq bir qədər çətin olmasını mən bilirdim ki, çətin olacaq, amma istəyərdim ki, dünya çempionu olsun. Və yenə də 3-cü oldu və Azərbaycana yeganə, yəni ki, medalı, yəni ki, idmançılar arasında yeganə medalı İrina Zarevskaya qazandırdı və İrinaya çox sağ ol deyirəm ki, yenə də bizi necə xilas elədi, nəinki məni və bütün ümumiyyətlə yığılan komandanı xilas elədi. Söhbət əgər medala görə danışsaq, demək olar ki, Azərbaycanın dünyada 8 qızıl medalı var və biz top 20-likdə yer alırıq və burada yer almağa görə və İrina Zarevskaya və özümə çox sağ ol deyirəm ki, 8 qızılın 5-i məndə, 3-ü İrinadadır və bu böyük bir nailiyyətdir. Əlbəttə. Rafael, bir şey də deyir də, bu artıq 2-ci dünya çempionatıdır ki, sən yoxsan və neçə il keçir, hələ də sənin yerin hiss olunur və qıraqdan baxanda fikirləşmirdin ki, mən o dünya çempionatında olmalıydım. Heç olmasa döyüşçü kimi də yox, məşqçi kimi. Məşqçi kimi yox, qonaq kimi. Qonaq kimi yox, nə bilim, bir dost kimi, bir azarkeş kimi. Amma dünya çempionatı keçilir, Rafael Ağayev Bakıdadır. Əlbəttə ki, mən hansı bir yöndən, hansı bir tindən baxsam bu məsələyə, bəlkə kimlərsə qınayar, məni qınayanlar ancaq məni istəməyənlər ola bilər. Çünki əyri düzü heç vaxt baltalaya bilməz, düz həmişə düzdür. Fərqi yoxdur, Rafael olsun, Əli olsun, Vəli olsun. Əlbəttə ki, istəyərdim ki, ilk növbədə çıxış eləyim, amma
bilirsiniz ki, həyatda hər istədiklərimiz olmur. Artıq 40 yaşındayam. Demirəm ki, çıxış eləyə bilməzdim. Çıxış eləyə bilərdim və çıxış eləmək üçün çıxış eləmək asandır. Orada rezultat verib nəticə vermək çətindir və ona görə də heç bir məşq eləməmişdim və bunu düşünə bilərəm, amma istəyə də bilərəm, amma bu yerinə yetmək biraz çətindir. Baş məşqçi kimi və komandamızın yanında durmaq üçün əlbəttə ki, istəyərdim və niyə görə durmuram? O sualın cavabı hər şey göz qabağındadır. İstəyərdim, niyə istəmirəm ki? Bir komanda yoldaşlarıma görə bir Azərbaycan necə deyirlər, komandasının, Azərbaycan dövlətinin, xalqın karate üzrə arxasında durmaq niyə də istəməzdim? Sözsüz ki, istəyərdim. Amma ki, bəzi səbəblərdən hələ ki mən qıraqda qalmışam və düşünürəm ki, yaxın zamanlarda hər şey öz yerini tutar və mən də bu aralar çox çıxıb danışmıram və mənə deyiblər ki, çıxıb çox danışmağa ehtiyac yoxdur. Gözlə, zamanı inşallah ki, hər şey yaxşı olar. Ona görə də sakit durmuşam. İdmançıların heç birindən problemim yoxdur yığma komandada. Özümüz ayrı-ayrılıqda ya görüşərik, ya hansısa bir döyüşü analiz edə bilərəm onlar üçün. Bildiyim qədər, bildiklərimdən yetirirəm uşaqlara və düşünürdük ki, yəni bunu bəlkə hal-hazırda yığma komandanın baş məşqçisi də, bəlkə vitse-prezidentlər də federasiyada bilirdi ki, qızılın olmağı çox çətin bir şeydir. Hətta İrina Zaretskaya sual verirlər ki, sən hal-hazırda məxsussan Azərbaycan yığmasına və niyə görə məşqlərdə iştirak eləmirsən? O deyir ki, mən yığma komandada məşq eləsəm, mən başa yəni ki, nəticə verə bilmərəm bu cür məşqlə. Mən kiməsə sözlər atmıram. Mənim hər zaman sözüm olubsa birbaşa demişəm və mənim söz atmağa ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır, xalqın gözü tərəzidir və mən deyim ki, bu günləri mən yığma komandaya baş məşqçi gəlsəm və yaxud VKF növlərini mənə yönəltsələr, mən bir ildən sonra dünya çempionu verəcəm və yaxud Avropa çempionu verəcəm. Ayaq yeri qoymuram, amma çox bir çətin bir şeydir. Çünki VKF, yəni World Karate Federasiyası, yəni karatesi idman, yəni ki, karatesi çox çətindir. O birisi karatelərə baxanda düzdür, asan bir şey yoxdur. Hər bir növün çətinliyi var, amma çox çətindir və mən gəlişimlə, yəni VKF-i dəyişməyimdə sözsüz ki, gələrəm və öz planlarım var, öz komandam var. Sözsüz ki, əgər elə bir şey olsa, mən öz komandamdan addım atacağam və bilirsiniz ki, bu günləri AKF, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevdir. Mənim ona böyük hörmətim var. Aramızda heç bir problem yoxdur Ülvi müəllimlə. Amma ki, əgər mən ora məsləhət görülüb gəlsəm, VKF-i tam formada mənə versələr, mən öz şərtlərimlə, necə ki, o zaman mənə təklif edəndə ki, Azərbaycanın baş məşqçisi olcunam, mən öz şərtlərimi qoymuşdum ki, yəni bu şərtləri istəyirəm. Bəli. Şərtim də o deyildi ki, mənə milyonlar verin, mənə pullar verin, mənə nə bilim belə başqa bir şeylər verin. Mənim məqsədim və şərtlərim oldu ki, yığma komandaya baş məşqçi gəlirəmsə, heç bir müəllim mənim məşqimi müdaxilə eləyə bilməz. Zal bağlanır, zal açılır. Hansısa bir müəllim istəyərsə, qonaq qismində gəlib baxa bilər və öz o da ki, yəni ki, mən istəyən müəllim öz fikirlərini deyə bilər və mən hətta başqa baş məşqçilərdən fərqli olaraq mən ora yığma komandaya gələn uşaqların, şəxsi məşqçilərin həftədə bir dəfə də olsa yığma komandaya cəlb eləyərəm. Həm onların məşqçilərini demirəm məndən az bilirlər və ya çox bilirlər. Belə bir qaydada eləyərəm ki, öz məşqçiləri də məşqlərdə iştirak eləsinlər və öz bildiklərini, çünki yığma komandaya gələndə biz ələkdən keçirik və ələkdən keçməyənə qədər o müəllimlər onların hər bir şeyini bilir və dəvət eləyərəm. Mənim də özümə uyğun, özümə məxsus planlarım var, məşqçilik proqramı var, planlarım var. Sözsüz birinci gəlsəm, orada dəyişiklik elərəm, çox şeydə dəyişiklik elərəm. Rafael, bir neçə gün bundan qabaq dünya çempionatı başlamamışdı və mən belə bir süjet eləyəndə sənin haqqında, İrina haqqında danışanda dedim ki, bir növ Azərbaycan karatesi oyuncağa çevrilib və hətta azar kişilərdən bəziləri dedi ki, oyuncağa yox, bazara. Yəni ümumiyyətlə qıraqdan baxanda adamın ürəyi ağrıyır.
Amma səncə bunu bərpa etmək olarmı Azərbaycan karatesini ki, yenə də səsi gəlsin? Əlbəttə ki, bilirsiniz ki, insan həyatda nə isə istəyirsə, onun üçün, onun uğrunda əziyyət çəkirsə, Allah Taala gec-tez o gözəlliyi, o hədiyyəni o insana bəxş eləyir. Mən mənəm demirəm ki, məndən başqa məşqçi yoxdur, yox. Düzdür, dünyada bir nömrəli idmançıyam. Məşqçi fəaliyyətim çox az olub. 11 ay baş məşqçi olmuşam mən. O zamanlar olmuşam ki, yığma komandanın 18-21 yaş qruplarında olmuşam və 11 ay ərzində bir dənə dünya çempionu, 2 dənə Avropa və bir dənə də Avropa üçüncüsü xanımlar arasında 11 aya bu qədər rezultat vermişəmsə, bu nəyisə bildirir və mən hər zaman idmançı olaraq necə üstümdə çalışırdımsa, indi də mənim Qara Brilliant klubum var və orada tələbələrimin üstündə, yəni tələbələrimin arxasında, tələbələrimin yanında dururam. Maddiyyatdan düzdür, biraz çətinliyimiz var, amma ki, əlimdən nə gəlirsə, bir dost kimi, yoldaş kimi, mən də bir valideynəm bugünkü gündə, çünki mənim də balalarım var, amma əlimdən nə gəlirsə, mən tələbələrimə öyrədirəm. Dəyişməyin, əlbəttə ki, dəyişərəm. Bugünkü gün özümdən danışmıram, sizə bir olan bir şey deyim ki, və kim necə qərar verirsə, mən susuram. Hələ ki susuram, danışmıram da. Çünki bugünkü mən orada deyiləm, mən nə isə, yəni ki, düzdür, federasiyanın içində olanda, ailənin içində olanda, orada da müqayisə olur da, orada da deyirsən ki, məsələn, bunu eləsə yaxşı ola bilər, bunu eləsə yaxşı ola bilər. Orada birlik, paxıllıq olmasa, nə isə, hansısa bir işdə təmizlik olanda, nə isə nəticə əldə eləmək olur. Və götürək Cahangir Babayev. Dünyada nə qədər hakim varsa, karate üzrə, 10-cu sıradadır. Birdən 10-cu sıradan da yerlərin bölüşür. Top onluqdadır. Bu hakim bugünkü gündə Respublika çempionatı olanda baş hakim sayılmır. Səbəb, sual. Niyə? Bizim bu cür hakimimiz ola-ola, mən kimlənsə ədavətim yoxdur. Hansısa bir hakimimizi, o ola hansısa bir hakimimizi baş hakim qoyurlar. Bu necə ola bilər? Bizim əlimizdə olimpiyadada referlik eləyən hakimimiz var. Dünyada referlik eləyən hakimimiz var. Avropada referlik eləyən hakimimiz var. Bu Cahangir Babayevdir. Məsələn deyirəm, onun məndən xoşu gəlməyə bilər. Mənim ondan xoşum gəlməyə bilər. Bunlar işdən kənardır. Və yaxud mən onu çox istəyə bilərəm, o məni çox istəyə bilər bir insan kimi. Bu da işdən kənardır. İşdə bir yerə məqsədimiz olsa ki, nəticə istəyirik, ola puş qatıb Respublika çempionatına baş hakim seçilmir. Əgər mən nəyisə səhv deyirəmsə, bu verilişdir. Verilişdən sonra yenə mənə zənglər gələcək, ola bilsin. Və yaxud artıq Loru dediyim ki, mənim başımı buraxıblar, zəng eləməyəcəklər. Bilirlər ki, yenə zəng eləyəcəklər, danışacaqlar, çıxıb başqa verilişdə yenə dediyimi deyəcəm də. Mən kimdənsə çəkinmirəm. Həmişə düzgünlüyü tələb edirəm. Mən də insanam, mən də əstəğfurullah, peyğəmbər deyiləm. Mənim də səhvlərim var, nöqsanlarım var. Amma hər addımı atanda fikirləşirəm. O cür hakimimiz olurlar. Bax, mən sizə də bir sual verirəm. Bizim dünyada onluqda, topluqda olan hakimimiz ola-ola, onu kənara qoyub, puşk atmaqla baş hakim Respublika çempionatına seçmək olar? Onun izahı yoxdur. Ay sağ ol. Mən də onun izahını istəyirəm. Deyirlər, yarışı salırlar bir günə, gecə saat 2-nin yarısı hələ yarım finallar gedir. O körpə saat 10 tamamdan gəlir, gecə saat 2-nin yarısına qədər bu döyüşür. Bunu elə düşünmək lazımdır ki, eləməklə bir zırıltılı bir yerdə, eləcə normal bir yerdə və 2 günə, 3 günə, bu da hamısı pul tələb eləyir. Və bugünkü gündə mən federasiyanın, yəni ki, elə momentlər var ki, onları da qınamıram. Yəni bizdə sponsor yoxdur. Sponsor 0 dərəcəsindədir. Bizim yığma komandanın bugünkü gün Turqut Həsənov və başqa bir idmançılarımız dünya yığma komandada və yığma komandada buradan deyirəm, bu da efirə gedəcək. Düzdür? Yığma komandanın bir nömrəli idmançısı 250 manat ayda maaş alır. Vüqar müəllim, gedəyim biz özümüz, 2 qardaş, oturaq, yemək yeyək, bir çay içək, üzr istəyirəm. Bir qonağımız gəldi, bir qardaş gəldi, bir ona qəlyan deyək. Məsələn deyirəm, heç qəlyan çəkmədi. Normal bir restoranda otursaq, bir 200 manata yaxın gələcək.
Bu insan Turqut Həsənov ad olaraq demirəm və Asiman Qurbanlı da elədi və bizim başqa idmançılarımız da belədir. Düzdür. 250 manatla çox üzr istəyirəm dönə-dönə. Ailə saxlamaq olar. Bugünkü gündə saxlayırlar. Amma normal yaşayış üçün 250 manatdan ola bilməz. O vaxtlar bir aralar mənə like qoyanda Instagramdan və yaxud like qoyanda maaşlarını kəsirdilər. Və yaxud deyirdilər ki, baxın ha, Rafael çıxır danışır, çox şey danışır. Deyən yoxdur, düz danışır. Danışıram bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox. Danışmalıyam da. Nə oldu Rafael'i limon kimi belə suyun sıxanda, dünya Avropa çempionatı olanda deyəndə ki, dizim ağrıyor, deyirlər, sən yerlisən, dağlısan, Azərbaycanlısan, sən qanun Azərbaycanlıysan, sən döyüşməlisən. Mən razıyam. Və çıxırdıq bir ayaqla bir dənə də döyüşü durduq. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı olsun. Bir zamanlar bir gün gəldim, 4 dəfə əməliyyat olmuşam. Bir gün dedim ki, federasiyaya bir gün dedim ki, onda başqa adamlar işləyirdi federasiyada. Bir gün dedim ki, və ayağıma dərman lazımdır, dərmanın pulun lazımdır, iynəsi. Federasiyada mənə nə cavab oldu? Bunun ölüm müəllimə heç bir adiyyəti yoxdur. Mənə dedilər ki, Rafael bezdirmirsən səndə. Və dünyanın bir nömrəli idmançısına Rafaelə bugünkü gün deyirlər ki, bezdirmirsən, bəs nə qədər iynə vurmaq olar? Mən robotam, mən nə istəyirəm? Mən deyirəm ki, mənə maşın alın, mənə ev pulu verin, ayağım zədəlidir. Bunu iynəni vurum ki, hambal kimi işləyim də. Onda deyən yox idi. Hamı deyir, amma şeydir, Avropa oyundan 150 min pul qazananda, İslam oyunlarından 150 min pul qazananda, Olimpiyadan 300 min pul qazananda deyirlər ki, ortalığa bir dənə şey eləyək, ora pula taq, hamıya verəcəyik. Bəs mən yarışa hazırlaşanda hamı hardaydı? Nə oldu? Məsəl üçün, mənim müəllimim Rafael Məmmədovdur. Və özü mənim Füzuli Musayevin yazdırıb ora. Yəni, mən alıramsa, məsələn, 150 min, mənim müəllimim alır 75 min. Mən alıramsa 150 min, mənim müəllimim alır 75 min. Mən Olimpiyadan 300 min qazananda, mənim müəllimim qazanır 150 min. Halal xoşları. Mənə də halal xoşları. Zaman olub ki, mənim cibimdə pul olmayıb, mənim yol pulum olmayıb, geyimim olmayıb. O zaman da mənə Rafael müəllim dəstək olub. Füzuli Musayev də dəstək olub. Amma mənim sözlə demək lazım deyil. Rafael, biz sənin arxandayıq. Biz sənin yanındayıq. Bugünkü mən yan görəmə baxanda, mən o insanları görmürəm. Yəni, bu bir mənalıdır. Heç kim məndən inciməsin. Mən demirəm ki, mən bu günləri karateyə gəlsəm, VKF-i mənə həvalə eləsələr və birlə mən dünya çempionu. Yox, mən də çalışmalıyam, mən də işləməliyəm. Bugünkü gündə mənim orada normal münasibətim Ülvi Quliyevlədir. Füzuli müəllim, salam aleykum. Füzuli müəllimlə salam aleykumdur. Münasibətimiz normaldır. Qalan orada Anar Allahverdiyevdir, Turaldır, məşqçi zonasında. Hamısına münasibətim salam aleykum, aleykum salam. Qalan mənim orada bu qədər, yəni illər ərzində mənim heç kimlə münasibətim yaxşı deyil. O demək deyil, biz dalaşırıq. Yox, əstağfurullah. Nə onlar mənimlə dalaşmır, nə də mən də onlarla dalaşmıram. Kimisi məni Instagramdan dostluqdan çıxarır. Yəni, xoruz yox idi, səhər açılmadı. Yox, reallıq var da.